Salam uşaqlar, bugün funksiya və qrafiklər mövzusunun birinci bölməsinin dərs izahını verəcəm. Birinci başlayırıq xətti funksiya. Xətti funksiya deyəndə biz ümumi düsturu bilməliyik. Düsturumuz y bərabərdir kx plus b şəklində olur. Burada k bucaq əmsalı sayılır. B qrafiki y oxunun kəsdiyi nöqtə, yəni ordinat oxunun üzərində olur. Bu b. Məsələn, bizə verilsə ki, y bərabərdir 2x plus 3. Və bunun qrafikini qur desə, biz o dəqiqə birinci b-ni yazmalıyıq. B nəyə bərabər idi? 3-ə. K-nın isə, əsas bizə müsbət mənfi olmağı önəmlidir. İndi k 2-dirsə nədir? 0-dan böyükdür. Və burada qeyd etmişəm ki, k böyük 0 olduqda qrafikin ucları birinci üçüncü rüblərdən keçir. K mənfi olanda 2 4-dən keçir. İndi burada bizim k 2-dir, müsbət olduğuna görə demək, hansı rüblərdən keçməlidir? Birinci və üçüncü. Burada da rübləri qurmuşam. 1 bura, 3 də bu. İndi B-ni birinci quraq. Ordinat oxunun müsbət istiqamətinə 3-ü yazıram. K da müsbət olduğuna görə birinci, üçüncü rüblərdən keçməlidir və qrafiki keçirdirəm. İndi bu qrafik hansı rüblərdən keçmiş oldu? 1, 2, çünki bu hissəyə görə və 3. Qrafiki biz hansı rüblərdən keçdi? 1, 2, 3. Sonra davam edirəm. K müsbət olanda nə dedik? Birinci, üçüncü rüblərdən keçir. K mənfi olduqda isə ikinci, dördüncü rüblərdən keçir. B müsbət olduqda qrafiki yuxarıda, B mənfi olduqda da nə oldu? Aşağıda kəsdi. Gəl aşağıda kəsənə aiddir. Məsələn, bir nümunə deyim. Məsələn, y bərabərdir mənfi x minus 4 verilib. K-mız nədir? Kiçikdir 0. Çünki K mənfi 1-ə bərabərdir. B mənfi 4-ə bərabərdir. Qrafiki çəkirəm. Y, x. B hansı ox üzərində olurdu? Ordinat ox üzərində və ordinatın üzərində mənfi 4 nöqtəsini qeyd edirəm. K mənfidirsə, burada nə yazmışıq? İkinci, dördüncü rüblərdən keçir. İkinci rüb bu hissədir, dördüncü rüb də bu hissədir. Demək, qrafik buradan elə çəkməliyik ki, gəlsin, mənfi 4 nöqtəsindən keçsin, geçsin. İndi bizə sual düşəndə ki, hansı rüblərdən keçdi? 2, 3 və 4-cü rüblərdən. Uşaqlar, bir də burada yazmışam, k böyük 0 olduqda iti bucaq əmələ gətirir. İndi baxın, burada k nə idi? Müsbət idi da. İti bucağı da həmişə bu absis oxu ilə qrafikin arasındakı hissədir. Bax, bu hissə. Fərqli rəngdən göstərim. İti bucaq. Demək, k müsbət olanda iti bucaq əmələ gətirir. K mənfi olduqda isə kör bucaq həmişə absis oxu ilə qrafikin arasını göstərin. Bax, bu şəkildə. Burada da nə oldu? Kör bucaq əmələ gətirdi. Və bu bucaq, yəni tangensə görə tapılır. Yəni tangens, iti bucaq məsələn 30-da nə alırsa, tangens 30-da aldığı qiymət. Məsələn, tangens 30-da nə alır? Kökdə 3 böl 3. Bu şəkildə deyirik. Sonra xətti funksiyanın təyin oblasti deyəndə həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğunda deyəndə yenə eyni mənfi sonsuzluq, müsbət sonsuzluq deyəcəyik. Burada yazmışam ki, k böyük 0 olduqda artan funksiyadır. Bu nə deməkdir? Məsələn, bizə sual düşəcək. Y bərabərdir 2x plus 6. Bir də y bərabərdir mənfi 2x plus 6. Yəni, artan olub azalan olmağını tapmaq üçün k-sına baxırıq. K-sı müsbətdirsə artandır. K-sı mənfidirsə azalan funksiyadır. O x oxunu kəsir dedikdə deyir, y-i 0 elə. Məsələn, bizə belə sual düşəcək. Deyəcək, y bərabərdir 2x minus 6. Funksiyası o x oxunu məsələn kəsir. O x oxunu kəsir. Bu zaman y-ə nə verməliyik? 0. Və deyəcək x-i tap. Y-ə 0 verəndən sonra yazıram 2x çıx 6 bərabərdir 0. 2x bərabərdir 6. Buradan x-i tapsam 3. O y oxunu kəsir dedikdə isə x-ə 0 verəcəyik. Funksiyanın sıfırlarını tap dedikdə y bərabər 0 edirik. Bax, məsələn, belə düşəcək. Y bərabərdir 2x minus 10. Funksiyasının sıfırlarını tap. Burada y-in yerinə nə yazacağım? 0 və həll eləyəcəm. 2x çıx 10 bərabərdir 0. 2x bərabərdir 10. X bərabərdir 5. İndi uşaqlar, gəl qrafikdən düstura çevirmələri öyrənək. Məsələn, bizə belə bir sual düşəcək. Bir dənə qrafik verəcəklər. Bu şəkildə, məsələn, buraya yazacaqlar 3, burada yazacaqlar 2.
Və deyəcəklər ki, qrafikə uyğun xətti funksiyanın düsturunu yaz. Bu dəqiqə yada salmalıyıq ki, ordinat oxunu kəsən nöqtəyə biz nə deyirdik? B nöqtəsi. Heç vaxt bir də yadınızda saxlayın. K grafikin üzərində verilmir. Yəni, bu gördüyümüz heç bir rəqəm K-nın qiyməti deyil. Birinci B-ni yazın. Yerdə hansı qaldı? Bu nöqtə. Bu nöqtə də nəyindir? Absisin. Yəni, x-i nəyə bərabərdir? 2-yə. Bizim ümumi düsturumuz necədir? K, x plus B deyil. Aha, buradan x-i tapdım 2. B-ni tapdım 3. İndi burada bu B-ni, y oxunu kəssə də bu B-dir. İndi x oxunu kəsibsə, onun y-nə həmişə nə verməliyik? 0. Və həll edib buradan K-nı tapacağım. 0 bərabərdir 2K plus 3. 2K bərabərdir -3. K-nı da tapsam buradan edəcək -1/5. İndi düsturu yazmaq üçün mənə bir B lazımdır. Bir də K lazımdır. İkisi də tapdımsa, onda yazıram. -1/5 x plus 3. Bu da bizim oldu düsturumuz. İndi başqa tip testlərdə suallar var. Məsələn, birini deyək. Məsələn, test toplusunda 14 nömrəli sual var. 14 nömrəli sualda belə bir deyir, y bərabərdir. Y bərabərdir -2x plus 6. Düz xəttini OX oxu ilə kəsişmə. Biz nə demişdik? Deyirdik ki, OX oxu ilə kəsişmə deyirsə, onun y-nə nə verməliyəm? 0. Buraya 0 qoyuram, yazıram. -2x bərabərdir -6. X bərabər oldu nə? 3. Bunda koordinatlarını yaz deyəndə 3. Burada yazıram 0. Həmişə birinci x-i bildirir, ikinci isə y-i bildirir. Sonra uşaqlar, belə suallar düşür. Deyir, aşağıdakılardan hansı xətti funksiyanın düsturu deyil? Məsələn, yazır y bərabərdir x böl 3 plus 5. Birinci bunu verib. İkinci y bərabərdir 2 böl x plus 5. Üçüncü y bərabərdir 2x kvadratı plus 6. Dördüncü y bərabərdir modulda x plus 5. Beşinci y bərabərdir 3x. Çox demək olar da, yəni çox forma deyə bilərik. Y bərabərdir x üstü -2 və s. Bax uşaqlar, xətti funksiyanın düsturunu hansıdır deyəndə siz bilməlisiniz ki, modulda ola bilməz. Nə formada olmalıdır xətti funksiyanın düsturu? Y bərabərdir kx plus 5 şəklində. Bu uyğundurmu? Yox. Çünki 5-ci düstur, B-si yoxdur, səhvə getdi. Burada kvadrat var, səhvə getdi. Burada x-in üstü mənfi var, mənfi də ola bilməz. Sonra burada məxrəcdə x var, ola bilməz. Bu amma düzdür. Niyə? Çünki mən bunu y bərabərdir 3də 1 x plus 5 şəklində yaza bilərəm. Onda demək düzgün cavab hansı imiş? 1 nömrəli cavab imiş. Bu da belə. İndi keçək düz mütənasiblik funksiyasına. Düz mütənasiblik. Düz mütənasiblikdə bizim düsturumuz y bərabərdir kx formasında olacaq. Və desələr ki, hansı funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Bilin ki, düz mütənasibliyin. Niyə? Çünki bunun B-si 0-a bərabərdir. Və ya sual düşəcək. Düz mütənasiblik funksiyası üçün B-nin qiyməti aşağıdakılardan hansıdır? Mütləq nə olmalıdır? 0. Və hardan keçməlidir? Koordinat başlanğıcından. Koordinat başlanğıcından keçir. K müsbət olanda 1 3-cü rüblərdən keçir. K kiçik 0 olduqda 2 4-cü rüblərdən keçir. Məsələn, K müsbətdirsə 1 3 bu formada olacaq. K mənfidirsə 2 4 bu formada qrafikimiz olacaq. B-si də nəyə bərabərdir? 0-a. Hardan keçir? Koordinat başlanğıcından. Məsələn, düz mütənasiblikdə də yenə K böyük 0 olduqda artandır, artan funksiyadır. K kiçik 0 olduqda azalan funksiyadır.
Məsələn, y bərabərdir mənfi 2x. Bu hansına aiddir? Azalana. Y bərabərdir 5x. Bu da artan funksiyaya aiddir. Sonra düz mütənasiblikdə başqa nə qaldı? Düşünürəm. Başqa heç bir şey qalmadı demək olar. Məsələn, buna aid testdə sual, baxım görüm hansı suallar buna aid olar. Məsələn, 9 nömrəli sual var. Deyir, B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçir sözünü harada görürüksə, bilməliyik ki, bu B nəyə bərabərdir? 0-a bərabərdir. Bunlar belə. İndi uşaqlar keçək sabit funksiyaya. Sabit funksiya. Sabit funksiya. Sabit funksiyada isə bayaqları düz mütənasiblikdə B0 idi. Amma sabit funksiyada K bərabər 0 olur. K bərabər 0 olur. Məsələn, bizə sual düşür ki, x bərabərdir 5 sabit funksiyanın qrafikini qur. 5 bu nöqtədir və bax bu şəkildə qururuq. Sonra məsələn deyir y bərabərdir və deyir ki, x bərabərdir 5 sabit funksiyasının qrafiki hansı rüblərdən keçir? Hardan keçəcək? 1-ci və 4-cü rübdən. Sonra y bərabərdir mənfi 2 funksiyasının deyir qrafikini qur hansı rüblərdən keçir? Mənfi 2-ni yazıram və qrafiki çəkirəm. Hansı nöqtədirsə o nöqtədən keçir. Hansı rüblərdən keçmiş olacaq? 3 və 4-cü rüblərdən. Yəqin ki, aydın oldu. Sabit funksiyada bu şəkildə olacaq. Bir də uşaqlar, burada mən xətti funksiyada bir dənə qayda yadımdan çıxdı demədim. 2 dəyişənli olanlar. Bax, məsələn, 2 dəyişənli belədir. Məsələn, yazır ax plus bx plus c bərabər 0. Bu da xətti funksiyadır. Sadəcə bu funksiyanı həll eləyən ax, burada bx yox, daha doğrusu by. Bu funksiyanı həll eləyəndə həmişə yadınızda saxlayın ki, funksiyanın bu düsturdan y-i mütləq tapın. Həmişə. Bax, sual məsələn belə olacaq. Deyəcək 2x plus, məsələn, 2y plus 4 bərabər 0. Xətti funksiyasının bucaq əmsalını neçədir? B-si neçədir? Mütləq nəyi tapmalıyıq? Y-i. İndi gəlin tapaq. Yazıram 2y bərabərdir. 2x-dən 4-ü keçirirəm sağa. Olur mənfi 2x minus 4. Buradan y-i tapsam, hər tərəfi 2-yə bölərəm. Alınar mənfi x çıxaq 2. K-sı deyəcəyik mənfi 1-dir. Çünki K x-in qarşısıdır. B-si də mənfi 2-yə bərabərdir. Və ya soruşacaq K ilə B-nin cəmini tap. Bunları da toplayacaqsınız. Cavab alacaqsınız mənfi 3. Bu belə. Başqa düşünürəm nə qaldı? Başqa dərs izahında heç nə qalmadı. Bir də sabit funksiyada bir dənə ən çox düşən tip suallar var. Bloka düşən tip suallar. Məsələn, o suallardan biri 50 nömrəli sualdır. Sonra 49 nömrəli sualdır. 49 əksinə asandır. 50-yə baxaq. Məsələn, 50-ci sualda bizə verilib ki, x fərqli 5 olduqda fx bərabərdir kx plus 5 bir də 5x çıx 25. Sabit funksiya olarsa k plus f2-ni bizdən soruşur. Uşaqlar, burada bir dənə önəmli qayda deyəcəm. Bu qaydanı həmişə yadınızda saxlayın. Burada bax, çarpaz şəkildə vurma var. Necə? Bunu bura vuracaq, bu hissəni də bura. Bir-birinə bərabər eləyəcəksiniz. Həmişə bu qaydanı yadınızda saxlayın. Olacaq mənfi 25k bərabərdir 5-də 5-ə vururam 25. K-nı buradan alacam mənfi 1.
6-dan sonra gətirib yerinə yazıram. Yazıram fx bərabərdir. K-nın yerinə -1 qoysaq, -x plus 5. Buradan 5-i çölə çıxardaq, x çıxaq 5. Yuxarıdan da mənfi çölə çıxardaq. Mənfi çölə çıxarsam olacaqmı? X minus 5. Burada da 5, x minus 5. X minus 5'lər ixtisara geçsə, cavab alınacaq -5'də 1. Aha. Bunu da tapdıq. Sonra da bizdən soruşur ki, burada uşaqlar fx, f2 də elə bura mən 2 qoysam da yenə cavab -5'də 1 alınacaq. Çünki x'lər yoxa çıxdı, getdi. Buradan da k plus f2'ni soruşurdu. O da olacaq -1 üstə gələk -5'də 1 də -0.2 deməkdir. Cavab da alınacaq -1,2. Belə uşaqlar oldu. Sağ olun.